2 ildir ki təmirə dayandırılmış internat məktəbi hələ də təmir olunmayıb. Artıq təmir başa çatmaq üzrədir, indi isə məktəbin ləğv olunması iddiası var. Zaqatalada valideynlər bu məktəbin əvvəlki qaydada inteqrasiya təlimli internat tipli gimnaziya olaraq qalmasını istəyirlər. Məlumata görə şagirdlər 11-ci sinifə kimi oxumağa davam edəcəklər, lakin valideynlər 1-ci sinifə qəbulun ləğv olunmasına etiraz edirlər. Zaten 5-ci sinifdən bu uşaqlar özlərini idarə edə bilirlər. Mən uşağımı evdə 5-ci sinifə gedən uşağı qoyub çıxa bilirəm. Neynirəm mən 1-ci, 4-cü sinifə qədər olmayandan sonra bu lisey oldu, nə oldu? Lazım deyil. Valideynlər internat məktəbinin bağlanmasını eşitdiklərini bildirir və övladlarının növbəti tədris ilində harda oxuyacaqları haqqında məlumatın olmaması üçün narahat olduqlarını vurğulayırlar. İnternet məktəbi bağlanmasın, nə adı dəyişilsin, nə formatı da heç nə dəyişilməsin, yerində qalsın, ondan da yaxşı olsun da. İndi təmirə bağlanmışdı, təmir də açılsın, məktəb də tezliklə açılsın, uşaqlarımız getsin orada rahat dərsi öyrənsinlər. Nəvəm bu məktəbdə oxuyur, bu məktəbdən də razıyıq, internat məktəbindən razıyıq. İndən sonra remont olunmağı deyə işğali məktəbinə keçiriblər və uşaqların hamısını indən sonra olası şeydən narazıyıq. Şəki Zaqatala Regional Təhsil İdarəsindən Xəzər xəbərə bildirildi ki, tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədi ilə adı çəkilən məktəbin liseyə çevrilməsi planlaşdırılır. Dəyişiklik nəticəsində təhsil alanların təhsil alma hüququ tam təmin ediləcək. Pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək. Aytən Fehruz, Xəzər xəbər.